Dostlar, bugünlər biz ikinci hissədə davam edirik və burada hissələrlə mən qoyacağım. Mövzuların adına yox, hissələrinə ardıcıl baxa bilsinlər. Fibonacci haqqında qısaca danışacağım. Növbəti videolarımızda gələcəkdə ətraflı Fibonacci haqqında danışacağım. Demək, burada nə göstərir? Fibonacci'nin əsas götürülən 0.618, 0.50 idi. Və burada da qeyd olunur. Əgər Fibonacci'nin sən tutalım, bax, qalxış verib, impuls verib və düzənləmə verib. Onu ölçürlər ki, təqribən haracan gəlib düzənləmə verib, sonra qiymət gedə bilər. Deməli, 50% nəzərdə tutulur və 0.618, yəni o faizlə hesablayanda 61% eləyir. Amma rəqəmə çevirəndə 0.618 eləyir. Baxda da videolarımız var. Əvvəlki videolarımızda daxil olub baxa bilərsiniz. Geniş danışmışam o vaxtı. Yəni, sadəcə prosta yeni başladığımıza görə mən çalışıram ki, əsas mövzuları sizə deyim, yeni başlayan traderlər üçün. Əgər yuxarıdan aşağı ölçürsənsə, onda birinci nöqtən bura olur, aşağı nöqtə. Niyə? Çünki düşüşü ölçürsən. Əgər qalxışı ölçürsənsə, aşağıdan yuxarı ölçürsən, görəcəksən dəyib gedəcək. Əgər düşüşü ölçürsənsə, düşməyi ölçürsənsə, onda yuxarıdan aşağı götürsən. Əgər biz burada düşüşü ölçsəydik, onda biz bunu buradan götürərdik ki, görəcəksən bu bura dəyib, harasa düşüş gedəcək. Başa buradan bura götürəcəkdir ki, düşüşü ölçək. Amma burada qalxış ölçü aşağıdan yuxarı, düşüşsə belənci. Diqqətlə baxın. Və burada şəkildə göründüyü kimi gözümür. Mən o vaxtda demişdim 0.38, yəni 38% eləyir. 50 0.50-dir, 50% və 61% 0.618. Və burada da 0.782 və yaxud da 790, o hissə yoxdur burada. Yəni impuls, gözü düşüş zamanı impuls bizsə əvvəlcə və bu düzənləmə burada gəlib gedə bilər, burada gəlib gedə bilər, burada gəlib gedə bilər. Yəni düzənləmə bu aralığında olursa, onda trendin güclü trend olmağı da nəzərdə tutulur. Biz gedirik növbəti dəfə, növbəti bir sev kimi, gözmü, qalxış zamanı kimi A, B buradan düşüşdən sonra impuls getdi və korreksiya gəldi. Bu hissə də deyib 1.28-ə kimi və burada 1.618-ə kimi orada 161% gedib. Burada faizlə yazıblar dostlar. Və burada 2.618-ə kimi, yəni 261%-ə kimi deyib düşə bilər. Fibonacci haqqında biz qrafikdə keçəcək. Gələcəkdə videolarımızda dostlar ətraflı biz grafikdə analiz edəcək, baxış edəcək və s. silləri də sizə deyəcəm, hansı ki onu sizə heç kim demir. Deməli belə, Fibonacci genişlənməsi burada da fikir verin. A, B, C. Mən o vaxtda sizə nəyi izah eləmişdim? A, B, C. Əsasən bazarda rast gələn A, B, C. İndi biz bu haqda SK modulu haqqında gələcəkdə videolarımızda baxacağıq və öyrənəcəyik onu. Fikir verin. Buradan düzənləmə verib, A düşüş verib, düzənləmə verib, indi isə bu impuls, yəni impuls təqribən haracan gəlib və təzdən gedə bilər. 0.618 bu da rəqəmlə yazıb, 1-ə gəlib deyib gedə bilər və burada 1.618-ə deyib gedə bilər. Bu nədir? Bu ABC-ni ölçmək üçün Fibonacci'dir. Fibonacci bu haqqında da baxacaq. Fibonacci 2 cür Fibonacci'yə baxacaq. Daha ki biz sizinlə 3 cür Fibonacci'yə baxacaq. Burada isə qeyd olunur Fibonacci kimi ədədlərin ilkin ikinci dərəcəli faizləri aşağıdakı kimidir. Deməli, 100%-dən aşağı 23.6, mən bunu nəzərdə tutmuram. Əsas bunu nəzərdə tuturam. 38.2%, 50%, 618%. Bunları götürməlisən. 100%-dən yuxarı, yəni 1-dən yuxarı. Bunları qeyd edin. 102.7%, yəni 1.270, 1.611, yəni 161%. Yəni növbəti, yəni 100%-dən aşağı necə nəzərdə tutur? Bax sizə dediyim kimi, gözümün 2-ci cür nastroykanı əlavə eləyə bilərsən Fibonacci'yə. Mən belə yəni işləmirəm. Bunlar 0.23, yəni 23%, 0.7 artıq 618-i nəzərdə tutmuyor. 764-dən 0.764-dən 0.786-ya kimi nəzərdə tutur. Faizlə göstərdi. Fibonacci biz qrafikdə Fibonacci'nin parametrlərinə baxanda görəcək və sondakı 0.7
886-nı tutur. Deməli, iki cür nastroyka eləyə bilərsən. Bir var, belənçə nastroyka eləyərsən Fibonacci parametrlərini düzəldəsən. Bir var ki, belənçə parametrlərini düzəldəsən. Yəni, fərq var arasında. Yəni, belə parametrlərini düzəldəsən. Yəni, fərq var. İkinci dərəcəli faizlər isə 100-dən yuxarı. Buna aiddir. Onda bunları belə düzəldirsən. Yəni, bu hissəni Fibonacci düzəldirsənsə, buna uyğun düzəldirsən. Növbəti isə Fibonacci düzəldirsənsə, buna, yəni 2 gün nastroyka düzəldilmək olur. Mən sizə ən əsas sirri heç kim demir deyənə onun parametri göstərəcəm və görsün. AB, yəni impuls verib, sonra isə burada 61%, yəni 0.618-dir. Gəlib oraya dəyib və yenidən qrafik üz aşağı getmək ehtimalı var. Burada da göstərib ki, gəldi bura dəyibdir, gedə bilər. Görürsünüz, AB-də. Yəni düzənləmə bura kimi də gələ bilər və yaxud da birə kimi də fikir birə kimi də gəlib deyib düşə bilər. Amma bir fərq var ki, burada gözümü, burada olur ki, əgər bu birə kimi gəlirsə göz fikir sıfırı buradan götürüb, gətirib bura qoyub növbəti dəfə bura qoyduqdan sonra gözlüyür ki, harası bura deyib qayıdış verə bilər. Bunu da ölçülərin cübəcür ölçülərində sizə göstərəcəm. Keçirik indi şam pattinləri haqqında. Bunu əsaslarını sizə deyirəm. Şam pattinləri. Deməmişdən əvvəl indi biz fikir veririk ki, bu qrafikdə belə bir şam var. Bunun gövdəsi böyükdür. Fitilləri isə balacadır. Ola bilər bir fitil olsun, biri olmasın. Fərq yoxdur ikisindən biri. Yəni, sadəcə burada iki fitillərini göstərir. Bunun gövdəsi balacadır və fitilləri yəni biraz böyük. Bunun gövdəsi ən balacadır və fitilləri çoxdur. Bunda fitil ən çoxdur, gövdə balacadır. Bunlar doçi şamı deyilir. Şam pattinlərini keçirir. İndi isə biz burada oxuyaq. Deməli, daha böyük gövdə, daha güclü trend. Yəni, gövdəsi böyükdürsə, gövdəsi şam böyükdürsə, deməli, həmən istiqamətdə də trendin istiqaməti güclü ola bilər o mənada. Kiçik gövdə daha zəif cari trend. Biz bir qrafikdə getdikcə bəzən baxacaq şamlara. Yəni biliyorsunuz kiçik gövdələri. Və ya istiqaməti dəyişir. Daha uzun kölgələr, daha çox dəyişkənlik, daha çox qarışıqlıqdır. Uzun kölgələr biz doçi şam haqqında keçəcək. Əvvəlki videolarımda çəkib göstərmişdim. İndi isə prosto bu biz yeni başladığımıza görə burada doçi şamı rast gəldikdə biz hələ tam qərar verə bilmərik. Çünki doçi şamından sonra hansı tərəfə şam düzənlənəcəksə, o tərəfə də istiqamət gedə bilər. Ola bilər aşağıya oyun düzənləməsi, aşağıya ki, sonra bilər yuxarıya. Qrafikdə də biz bunu dəfələrlə baxacaq. Keçirik növbəti biz burada gördüyümüz kimi burada göstərib ki, şam doçi şam aşağı çox olub deyənə burada sonra qalxışlar gedib, burada şamı göstərdiyi fitillərə görə ondan sonra gözmü bu qərar ondan sonra gedib. Burada gövdəsi balacadır, burada gövdəsi biraz böyükdür, gözmü düşüş yenə də davam eləməyə gedib. Yəni burada başqa biz üsullarına baxacaq, bu qrafik deyilin çox. Nəticə, uzun gövdəli şamda güclü trend bazarı. Kiçik gövdələri olan kiçik gövdəli şamda qiymət hərəkətin yavaşlaması və trend zəifləməsi. Kiçik gövdələri olan bədənsiz şamlar, sakit, yorğun və dəyişkən olmayan bazar. Uzun gölgələri olan bədənsiz şamlar isə dəyişkən, çaşqın və trendsiz bazar. Yadda saxlayın bunları. Gələcəkdə biz buna baxacaq. Dostlar, like vurub bölüşməyə yaddan çıxarmayın. Növbəti videomuzda biz davam eləyəcək. Bizim burada hansı 16-cı səhifədə qaldıq. Kommentdə yazarsınız. Videonu bölüşün, paylaşın ki, hamı baxa bilsin, hamı öyrənə bilsin. Sual verəcəksiniz ki, niyə biz bunları öyrənib? Biz buna lazımdır ki, gələcəkdə analizində bizim köməyimiz olacaqsın. Bunun ümumiyyətlə əsas yəni öyrənin. Burada yenə deyirəm, kim indikator xoşlayırsa indidən gedə bilər. Bizdə indikator yox, qrafiki baxıb bazarın hərəkətini təyin eləməkdir bizim üçün. Bizdə indikator lazım deyil, indikator öyrənmirik biz. Ona görə mən indidən deyirəmsə, indikator keçilməyəcək. Biz bazarı oxuyub, bazarı başa düşməyi bacarmalıyıq. Yadda saxlayın. Bazarı başa düşdün, qazancın olacaq. Bazarı başa düşmədin, qazancın itirəcək. Mənə müraciət edən çoxları o qədər
traderlərdə indikator, 5 dənə indikator, 10 dənə indikator əzbərlə, yaxşı olacaq, falan şey olacaq. Heç nə də yaxşı olmurdu. Hər ay itirə gedirdi. Necə olur ki, gəlib mənə rast gəldikdən sonra insan qazanca çıxır. Səbəb bazarı oxuya biləcəyimizdir. Bazar. Bizə bazarı oxuya bilməyimiz lazımdır. Bizə indikator lazımdır. Hamının gözü görür ki, müəyyən yerdə indikator sənə deməmiş, həmən yerə tam ki, qrafik gəlib çatmamış, sən biləcəksən ki, burada döngə gözləyəsən, yox. Səbəb bazarı oxuya bilməmizdir və bazarın hərəkətini izləməkdir. Onun mən sizə normal üsulun izah edib başa salacağım. Getdikcə, yəni o metodları öyrədəcəmsə, amma tam ətraflı bilmək üçün gərək mənim gəlib belə deyim, qoşulasınız bizim komanda üzvü olasınız ki, tam ətraflı bilmək üçün. Yenə də sizin biləcəyiniz mövzular disiplinli, stabil olsa, siz həmişə qazanca çıxacaqsınız. Hər bir videomda mən onu demişəm və deyirəm də. Hələlik dostlar, like vurun, bölüşün, paylaşın ki, həvəsli olun, mən isə növbəti videolar çəkim.